Salam, hörmətli izləyicilər. Bu dəfəki müzakirəmizi ənənəvi qonağımız politoloq Nəsimi Məmmədli ilə aparacağıq. Nəsimi bəy, xoş gördük. Hoş gördük Səxavət bəy. Mən də sizi və bizim daimi və dəyərli izləyicilərimizi salamlayıram. Təşəkkür edirəm Nəsimi bəy, minnətdaram. Nəsimi bəy, İranla Amerika arasında bir memorandum imzalandı. Yəni Trump da imzaladı, Pezeşkiyan da, İran tərəfindən də Pezeşkiyan imzaladı. Bir əsas mövzulardan biri, ümumiyyətlə bu danışıqlar prosesində müharibədə birbaşa iştirak eləsə də biz İsraili görmədik. İki, bu memorandum faktiki olaraq indiki mərhələdə nə qədər daimi, qalıcı ola bilər və əsas məsələ bu memorandum ümumiyyətlə bu şərtlərdə və qəti şəkildə qalacaqsa, bu həm yaxın şərqə, həm də Cənubi Qafqaza nə verəcək? Əvvəl onu qeyd edim ki, doğrudan da Birləşmiş Ştatlar və İran arasında, Birləşmiş Ştatlarla bərabər İsrail də bu prosesdə iştirak edirdi. Amma bu yekun danışıqlarda demək olar ki, biz İsraili görmədik. Bu da onunla bağlıdır ki, Birləşmiş Ştatlar birbaşa öz maraqları baxımından prosesdə daha fəal iştirak edir. Açıq görünən budur ki, regiondakı indiki bu mövcud gərginlik, xüsusilə İrana hərbi müdaxilədən sonra yaranmış gərginlik, Birləşmiş Ştatların maraqlarına müəyyən qədər negativ təsir göstərməyə başlayır. Xüsusilə özünü nədə göstərir? Neft qiymətləri, məsələn, təxminən 20-25 il öncə ilə müqayisə eləsək, ilk dəfə idi ki, $140 qədər yüksəldi. İndinin özündə də qiymətlər təxminən $80-82 arasında dəyişir. Amma görünən budur ki, bu qiymətlər daha çox regiondakı münaqişə ilə birbaşa bağlı. Xüsusilə Hörmüz boğazında yaranmış o real böhran regionda neftin stabil qiymətinə də təsir göstərir, ümumiyyətlə sabit iqtisadi münasibətlər sistemində zədələyir. Bir qədər də geniş baxsaq əgər, ümumiyyətlə o təchizat zəncirinin pozulmasına gətirib çıxarır. Bu da müəyyən dövlətlərdə bəlkə daha ciddi, bəzilərində orta, bəzilərində aşağı səviyyədə də olsa təsirlər göstərir. Və bu istənilən halda Birləşmiş Ştatların maraqlarına müəyyən qədər təhdid yaradır. Digər bir amil isə ümumiyyətlə müharibələrdən tamamən uzaq duracağını bəyan edən, müharibələri qətiyyən öz siyasətində prioritet saymayacağını elan edərək hakimiyyətə gələn Trump, faktiki olaraq Venezuelada çox qısa müddətdə bunu həyata keçirdi, itkisiz başa gəldi. Amma İranla müharibədə müəyyən hərbi baxımdan müəyyən bir bəlkə hardasa üstünlüklər əldə etdi. Amma ümumən götürsək, strateji olaraq Birləşmiş Ştatların maraqlarına böyük təhlükələr yaradı. Birləşmiş Ştatların regiondakı müttəfiqləri demək olar ki, özlərinin təhlükəsizliklə bağlı xeyli dərəcədə narahatlıqlarını ifadə elədilər. Bu onu göstərdi ki, Birləşmiş Ştatların harada hərbi bazası var idisə, İran mümkün qədər o ərazilərə zərbələr edir. Və həmin dövlətlər Birləşmiş Ştatların hərbi bazasına olmayana baxmayaraq özlərini qoruya bilmədilər. Yəni İranın hücumlarından özlərini qoruya bilmədilər və onların həqiqətən də həm beynəlxalq turizm istiqamətindəki fəaliyyətinə, həm enerji bazarındakı roluna müəyyən qədər mənfi təsirlər oldu. Hətta belə bir çağırışlar, belə bir fikirlər, belə bir ehtimallar da səslənir ki, Körfəz dövlətləri öz təhlükəsizliyi ilə bağlı Birləşmiş Ştatlar olmadan hansısa bir formada bu prosesi gələcəkdə inkişaf elətdirsinlər. Yəni, bugün üçün hələ real deyil, bugün üçün onlar Birləşmiş Ştatlardan çox asılıdırlar. Amma ola bilər ki, bu amillər gələcəkdə onların siyasətinə müəyyən qədər dəyişiklik gətirsin. Digər bir amil isə Birləşmiş Ştatların öz daxilində. Bilirik ki, aralıq seçkilər var noyabr ayında. Bu seçkilərdə ən azı vətəndaş qarşısına çıxan Trump onlara nə isə təqdim etməlidir.
İndi biz xatırlayırıq, hələ seçkilər yox idi. O daha çox bəyan edirdi ki, mən dünyada 8 müharibəni bitirmişəm və bununla bağlı Nobel sülh mükafatı ilə namizədliyi də irəli sürülmüşdü. Yəni onun üçün bugün havası kimi lazımdır ki, seçki öncəsi o çıxıb Amerika cəmiyyətinə bəyan eləsin ki, biz qalib gəldik, İranı mən məcbur elədim, bütün şərtlərimizi qəbul etdi və s. Yəni bu istiqamətdə fikirlərini ifadə eləsin və seçkiyə qədərki müddət üçün ona bu lazımdır. Mən bax bu razılaşmanı davamlı və uzun müddətli bir sülh prosesinə aparacağı qənaətində deyiləm. Mən düşünürəm ki, bu müvəqqəti xarakteri daşıyır. Regiondakı maraqlardan doğan, yəni güncəl maraqlardan doğan, belə deyək də, qayğıları müəyyən qədər ertələməyə yönəlibdir. Bu həm İrana lazımdır indiki vəziyyətdə. Çünki İranın özü də iqtisadi məngənədə çox ciddi sıxılır. Ölkə daxilində gərginlik var. Özdə bu indi deyil, bu gərginlik bir neçə ildir İran daxilində var. Sadəcə bu xarici təcavüzə görə müəyyən qədər arxa plana keçdi. Əhali hökumətlə tam bir sinxron davranış ortaya qoydu. Amma ümumən götürsək, İran cəmiyyətində işsizliklə bağlı, hüquqla bağlı, ümumiyyətlə sosial vəziyyətlə bağlı narahatlıqlar və narazılıqlar genişdir. Bəzən etirazlara çevrilir. Bəzən hətta yüzlərlə, minlərlə insanın ölümünə səbəb olan aksiyalara gətirib çıxarır. Yəni bunu göstərir ki, problem var ki, insanlar dövlət qurumları ilə ölümünə mübarizəyə qalxır. Ona görə İrana da lazımdır, İran hökumətinə də, hakimiyyətinə də lazımdır ki, müəyyən qədər bir vaxt əldə eləsin, bir qamətin biraz düzəltsin, ölkə daxilində məsələn dağılmış infrastruktur var. Onlara müəyyən qədər əl gəzdirilsin, ölkə iqtisadiyyatını canlandırmaq üçün əlavə vəsaitlərə ehtiyac var, bunun önü açılmalıdır. Yəni çox böyük əslində vəsaitlərə ehtiyacı var İranın. Yəni həm İranın, həm də Birləşmiş Ştatların özünün də regionda hazırda belə bir müvəqqəti də olsa sülhə ehtiyacları var. Mən niyə o qənaətdəyəm ki, müvəqqətidir? Əlbəttə bu mübahisə doğura bilər. Yəni kimsə deyə bilər ki, bu elə qalıcı olacaq. Yəni, mən bunu istisna eləmirəm. Əlbəttə yəni, fikirlər ola bilər. Amma mən çalışacağım ki, öz qənaətimi müəyyən qədər izah etməyə çalışım ki, niyə bu fikir deyəm. Birləşmiş Ştatlar və İran arasında, mən indi İsrail qoyuram kənara, amma ehtiyac yarandıqca İsrailin adını çəkəcəm əlbəttə. Burada əsas problemin kökündə nə dayanır? Birinci, elan edilmiş problemlər var. Bir də elan edilməyən gerçək maraqlarla bağlı məsələlər. Məsələn, Birləşmiş Ştatlar İran arasında bir üzdə görünən, elan edilmiş problemlər var. Bir də elan edilməyən, amma nəzərdə tutulubdur ki, bunlar mütləq mənada müəyyən bir mərhələdən sonra həyata keçirilməlidir. Və bu Birləşmiş Ştatların strateji maraqlarına toxunan məsələlər. Mən də onları çalışacağım ki, açım, qismən də olsa. Üzdə görünən açıq budur ki, İranın uranın zənginləşdirilməsi proqramını tamamən yox etmək, nüvə silahı əldə etməsi ilə bağlı məsələləri tamamən arxa plana çevirmək, İranın uzaq mənzilli, hətta orta mənzilli ballistik raket proqramlarına son qoymaq, yəni bu region üçün böyük təhdidlər yaradır, Birləşmiş Ştatların maraqlarına toxunur. Üçüncü amil isə proksi qüvvələrlə. Yəni bu daha çox Orta Doğuda faktiki olaraq İran demək olar ki, nəinki Birləşmiş Ştatlara, Avropa İttifaqına da, başqa bölgədə maraqlar olan dövlətlərə də, elə körfəz dövlətlərinin özlərinə də xeyli dərəcədə təsir göstərəcək bir siyasət həyata keçirir. Yəni bölgədəki qeyri-sabitliyin, bölgədəki müharibənin əsas səbəblərindən biri İranın davranışıdır. İranın orada proksi qüvvələrinə verdiyi dəstək, o dəstək vasitəsilə də
mümkün qədər özünün ideoloji siyasətini yaymaq taktikası idi. Bunların hər birinə ayrı-ayrılıqda nəzər salaq. Səxavət bəy. Elə birinci sonuncudan başlayaq ki, əgər İran proksi qüvvələrdən tam şəkildə imtina edə bilərmi? Bu çətindir. İdeoloji bir dövlət üçün bunu həyata keçirmək, o zaman belə çıxır ki, İranda həqiqətən ideoloji dövlət sarsılacaq. Yəni, onun ardınca o teokratik idarə etmə sistemi ki var və ona söykənən bir totalitar rejim ki var. Bu rejim gerçəkdən öz legitimliyini itirə bilər. Yəni, legitimlik bilirsiniz, legitimlik təkcə hüquqla deyil də, real qəbul edilmələrlə bağlı da var. Məsələn, heç kimin də deyə bilməz ki, Şimali Koreyanın rəhbəri legitim deyil. Onun legitimlik çərçivəsi o çərçivədədir və o çərçivədə legitimdir. Məsələn, 300 il, 500 il, 600 il davam edən monarxlar oldu da, krallar, sultanlar. Onlarda hüquq yox idi ki, onlarda məsələn, nəsildən nəsilə keçərək gələn bir belə deyək, bağlı idi da, yəni necə deyək, o sülaləyə bağlı olan rejimlər, monarxiya olan rejimlər, onlar da özünə məxsus bir legitim çərçivədə idilər. Yəni, bu baxımdan açığı indi bir ideologiya üzərində qurulmuş totalitar rejim sabahları öz ideologiyasından imtina etsə, yaxud onu yumuşaltsa, mütləq mənada rejim çökəcək. Məsələn, Sovet İttifaqının dağılması ilə bağlı çox sayılı rəylər var. Amma gerçək olan ən strateji olan bir fikir ondan ibarətdir ki, bütün Komünist Partiyası rəhbərliyində olan adamlar da komünizmin utopiya olduğunu qəbul edir. Düşünürlər ki, bu mümkün deyil. Yəni, komünizmlə ağız dolusu danışan adamlar, birinci katiblər, məsələn, rayon səviyyələrində, ölkələr səviyyəsində yenə birinci katiblər, yəni respublikalar səviyyəsində. Hamısı bunun tamamilə belə cəfəngiyyat olması qənaətinə gəlmişdir. Məsələn, Helmstedtlerin sözü olmasın, hərəkət planı olmayan ideya xəyaldır. Yəni, komünizm də bir qədər xəyal idi. Və o, getdikcə ideologiyadan yavaş-yavaş sarsılmağa başladı və ümumiyyətlə ondan sonra cəmiyyət həqiqətən mülkiyyətə münasibətdə təbii olaraq 90-cı illərin əvvəllərində, məsələn 80-ci illərin sonlarında mülkiyyətə münasibət xeyli dərəcədə dəyişdi. Hələ yenidən qurma olmamışdı da. Məsələn, biz hər ikimiz Ağdamlıyıq da, Ağdam doğumluyuz. Bizim rayonda, mən o vaxt xatırlayıram, bazarın içərisində ayrıca bir bazar var idi. Yəni, o tamamen orada özəl ticarət yaradılmışdı. Yəni, hansı ki, Sovet qanunlarından tamamen ziddiyyət təşkil edir. Onu rayon prokuroru da, rayon polis rəisi də, birinci katib də, hamısı o paralel bazarda, həmin o qara bazarda orada ticarət aparırdılar. Yəni, artıq təkcə məsələn sadə adamlar yox, hansı ki, məsələn, Sovet qanunlarına o alverçilər adlanır ki, onlara qarşı güya hansısa tədbirlər görməlidir dövlət. Amma faktiki olaraq dövlət qurumları özləri onlara lazım olan mal və məhsulları qara bazarlardan alırdılar və orada bir alternativ ticarət münasibətləri qurulmuşdu və mülkiyyətə münasibət də tədricən dəyişirdi. İnsanlar doğrudan da o qanunlardan özləri könüllü olaraq uzaqlaşırdı. Və bunları ona gətirirəm ki, ümumiyyətlə İranda da ideologiya əgər o yayılması prosesindən imtina olursa, bu İran üçün problem yaradacaq dövlət üçün. Əgər məsələn belə götürək də bir 20 il əvvəl, 30 il əvvəl tamam fərqli bir məsələ kimi, məsələn İran o zaman öz ideologiyasını çox da kənara yaymırdı. Amma hansı ki bunu yaymağa başladı. Demək olar ki, İraq ərazisində çox böyük bir nüfuza və siyasi təsir gücünə malik oldu. Suriya ərazisində çox nəhəng gücə malik oldu, Libiyada, Yəməndə və bunlar hamısı sonradan geri dönməz xarakter alır. Sən o bölgədə bu işləri görüb birdən-birə oradan çəkilə bilmirsən. Çəkiləcəyin təqdirdə onun yaradacağı dalğa, təsirlər sən özünü də vuracaq.
Ona göre bak birinci mesele proxy qüvvələrdən İran tam imtina edə bilərmi? Bu çətin olacaq. Amma İranın proxy qüvvələrə dəstəyi də xeyli dərəcədə indi zəifləyir. Bunu da qəbul etmək lazımdır ki, bax bu sonuncu müharibələr İranın gəlirlərinin azalması, çox sərt iqtisadi sanksiyalara məruz qalması özünün daxilinə çəkilməyə bunu vadar edir. Yəni bir tərəfdən güc, bir tərəfdən də prosesin özün təbii axarı gətirdi buna çıxartdı. İkinci amil balistik raket proqramıdır. İsrail və İran arasında hər hansısa bir barışıq və razılaşma yaxın dövr üçün görünmür. Ən azı bu iki ölkənin birində rejim dəyişməlidir. Tam dəyişməlidir. Yəni belə götürək də, məsələn, İsraildə rejim dəyişsə belə, onlar İranı özü üçün hələ də təhlükə görən yanaşmanı davam etdirəcəklər. Bu real olmadığı sürəcə, deməli, İsraildən özünə qarşı təhlükə görən İran mütləq mənada balistik raket proqramını əlində bir təhlükəsizlik çətiri kimi saxlamaq məcburiyyətində qalacaq. Yəni o düşünür ki, mənim alternativim yoxdur. Məsələn, günlərin bir günündə əlimdə balistik raket olmasa, məni vursalar mən neyniyəcəm? Yəni artıq yenə heç olmasa indi əlindəki raketlərlə Amerika bazalarına, Körfəz ölkələrinə, İsrailə müəyyən zərbələr indirdi. Təsirli zərbələr də var idi. Çox əslində dağıdıcı nəticələr də oldu. Bunlar İranın bugün Birləşmiş Ştatların qarşısında masaya oturmasına gətirib çıxardı. Bunlar niyə imtina etsin? Yəni Birləşmiş Ştatlar kimi bir dövlət prosesə başlayanda düşünürdü ki, qısa müddət ərzində bir 4 həftə nəzərdə tutmuşlar ilk dövrü ki, İranı tam siyasi liderləri sıradan çıxaracağıq, hərbi liderləri sıradan çıxaracağıq, dini elitanı sıradan çıxaracağıq və bizim artıq qarşımızda tamamən ram olmuş İran dayanacaq və təslim olacaq. Ola bilsin, hərbi cəhətdən ağır zərbə yedi İran, amma təslim olmadı. Yəni bu görünən niyə olmadı? Həmin o balistik raketlərin burada ciddi rolu oldu. Əlbəttə, indi kimlərsə deyə bilər ki, burada Çinin, Rusiyanın dəstəyinin də rolu oldu. Mən də bunu istisna etmirəm əlbəttə. Amma əlində olan əsas gücün burada rolu oldu. Nüvə silahı ilə bağlı məsələ. İran zaten nüvə silahı əldə etməklə bağlı bəyanat vermir. Həmişə bildiribdir ki, biz belə bir silahı əldə etmək istəmirik, dinç məqsədlərlə uranın zənginləşdirilməsini həyata keçirir. Həqiqətən də bu proses 2021-ci ilə qədər belə davam etdi. Xüsusilə 2021-ci il deməyək də, məsələn, bir qədər belə dalğavari dövrlərdə bu dəyişirdi. Barack Obama ilə İran arasında 2015-ci ildə başlayan danışıqlarda Beynəlxalq Atom Enerji Agentliyinin iştirakı ilə İranın nüvə necə deyək, o sənayesinə müəyyən qədər nəzarət həyata keçirmək üçün razılaşmalar əldə edildi. Hətta o zaman MAGATE'nin hesabatı var idi, açıq yayılmışdı. Onlar bildirirdi ki, çox şəffaf şəkildə İran şərait yaradıbdır, monitorinq aparıblar. Yəni nüvə silahı əldə etmə istiqamətində uranın zənginləşdirilməsi müşahidə edilir. Amma sonra Trump hakimiyyətə gələndə o sazişdən imtina etdi, bir tərəfli çıxdı. Çıxandan sonra İran da təhlükəsizlik qayğılarına görə başladı o istiqamətdə fəaliyyətini artırmağa və özlərinin də etiraf elədiyinə görə indi hər halda 400 kiloqrama yaxın zənginləşmiş uran var, hansı ki bu çirkli nüvə silahı əldə etmək üçün yetərli sayıla bilən bir komponentdir. Bu baxımdan əlbəttə İranın əlində belə bir resurs var, amma İran o resursdan imtina edə bilər. Yəni bugün İranı əlindəki həmin o zənginləşmiş nüvə yox, balistik raketlər qorudu. Balistik raketlər onu təslim olmasına imkan vermədi. Deməli, bu nüvə silahı, nüvə ilə bağlı uranın zənginləşməsi məsələsi bundan bir addım geri ata bilər. İndi Vaşinqton arasında imzalanmış razılaşma da əslində bunu göstərir ki, həqiqətən belə bir tendensiya var. Yəni bu razılaşmalar əgər davamlı olacaqsa, biz o addımları görə bilərik.
İrana qarşı sanksiyanın yüngülləşdirilməsi məsələsi var. Hörmüzlə bağlı yaranmış böhranın ortadan qalxması, orada bütün ticarət gəmiləri üçün heç bir rüsum olmadan bərabər şəraitin yaradılması. Bunlar əslində elə müharibədən öncə də var idi. Yəni burada elə bir dəyişən bir şey yoxdur. Faktiki olaraq bu masa arxasında əlini gücləndirmək üçün İrana lazım idi və əslində İran üçün müəyyən qədər faydalı olduğunu da deyə bilərik. Yəni İran bundan yararlandı. Ümumən mən düşünürəm ki, proseslər Birləşmiş Ştatlardakı seçkilərdən sonra yenidən hansısa bir formada davam edəcək. Birləşmiş Ştatlar və İran arasında qalıcı, davamlı sülhün bu mərhələ üçün reallaşacağı qənaətim yoxdur. Amma hər halda aktiv müharibə fazasının da dayandığı görünür. Tərəflər buna razılaşıblar. Bu mənə elə gəlir ki, Səxavət bəy, bəlkə bir qədər təəccüblü görünəcəkdir. Bu İran Birləşmiş Ştatlar arasında üçüncü müharibəyə hazırlıq üçün bir dövr olacaq. Birincisi, əgər keçən ilin iyun ayında idisə, o 12 günlük müharibə, digəri bu fevral ayının sonunda başlayan əməliyyatlar oldu. Və indi mənə elə gəlir ki, bir üçüncü müharibə təhlükəsi də hələ var. Yəni o ortadan qalxmayıb. Proseslər onu göstərir ki, yəni tərəflər tam qucaqlaşıb bir-biri ilə səmimi şəkildə bundan sonra əməkdaşlıq edəcək. Bu real deyil. Bu güclərin yenidən səfərbər etmə, müəyyən qədər yeni müttəfiqlər tapma, regional şərtlərin yenidən yetişməsi ilə bağlı zamanı gözləmə, bunlar olacaq. Eyni zamanda İsrailin özü də yəqin ki, İranı dinc qoymayacaq. Hansısa bir formada İranın mütləq mənada Birləşmiş Ştatlarla bu razılaşmanı sona qədər aparmasına əngəl törətmək gücündədir. Bəzən deyilir ki, İsrail Birləşmiş Ştatlar arxasında olmasa heç nə eləyə bilməz. O məsələdə müəyyən həqiqət var, amma nəzərə almaq lazımdır ki, elə Birləşmiş Ştatların özündə, yəni siyasi establishmentin böyük əksəriyyətində İsrail təsiri var. Yəni orada sabah Trump belə qərar verir, o birisi gün ona təsir göstərmək gücləri var. Onlar Amerika dövlətinə təsir göstərmək gücləri var. Ona görə bu məsələdə mən düşünürəm ki, bir mərhələ yekunlaşdı. İndi sualınızın ikinci hissəsini, biraz çox danışdım birinci hissə ilə bağlı. İkinci hissəsini mümkün qədər çalışacağım, qısa edim ki, bunun Cənubi Qafqaza, Orta Asiya, regiona, Orta Şərqə hansı təsirləri ola bilər? Təbii ki, olacaq. Təbii ki, Hörmüz böhranının həlli faktiki olaraq Körfəz dövlətlərinin müəyyən qədər rahatlamasına gətirib çıxaracaq. Körfəz dövlətlərinin iqtisadiyyatına da müəyyən mənfi təsir göstəribdir. Faktiki olaraq neftin daşınmasında və dünya bazarına çıxarılmasında təxminən 20% bir neftin daşınması həmin bölgədən həyata keçirilirdi. Onlar üçün müəyyən qədər bu yaxşı bir xəbərdir. Həm təhlükəsizlik, həm iqtisadi münasibətlər baxımından. Cənubi Qafqazda 3 dövlət var. Azərbaycan, Gürcüstan və Ermənistan. Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya-İran arasında Şimal-Cənub dəhlizi layihəsinə görə, eyni zamanda Xəzərdə olan ortaq münasibətlərə görə son dərəcə həssas yanaşır. Həm İran, həm Rusiyada baş verən proseslərə və bunların açıq deyək, bölgəmizə təsirləri var. İndi İranla gərginlik regionda qaldığı müddətdə şübhəsiz ki, Azərbaycana heç bir böyük, ciddi investor gəlib sərmayə qoymaz. Onlar düşünür ki, bölgədə hər an gərginlik ola bilər. Yəni, böyük müharibə başlayacağı təqdirdə burada humanitar fəlakətdən tutmuş, hərbi hədəfə çevrilməyə qədər hər şey ola bilər. Yəni, bunu durub istisna etmək sadəlövlük olar. Ona görə
Azərbaycan üçün əhəmiyyəti odur ki, əgər regionda sülh olsa, davamlı olsa, bu Şimal-Cənub dəhlizinin işləməsi baxımından effektli olacaq. Eyni zamanda orta dəhlizə bunun qatkısı olacaq. Azərbaycana investisiyaların gəlməsi ilə bağlı müəyyən o geosiyasi risklər ortadan qalxacaq. Yeri gəlmişkən indi Azərbaycana sərmayənin gəlməməsinin səbəbi təkcə geosiyasi risklərlə bağlı deyil. Bizdə investisiya mühiti ilə bağlı qanunvericilik dəyişməlidir. Məhkəmə sistemi dəyişməlidir. Yəni bizdə problem bir qədər fərqli məsələdir. Amma indi İran bəhanədir. hə də yəni bu geosiyasi amillər müəyyən qədər bəhanə rolunda çıxış edir. Məsələn, böyük güclər investorlarla danışanda deyir ki, sizin region sabit deyil. Bəlkə ona deyə bilmir ki, qanunları dəyiş. Bəlkə ola bilsin, bağlı qapı arxasında deyirlər. Amma hər halda indi rəsmi şəxslərin dilindən müəyyən rəqəmlər səslənsə də, mən Rəsmi Statistika Komitəsinin yaydığı statistikalar içərisində Azərbaycanda məsələn son 5 ildə hansısa bir böyük sərmayə qoyulduğunun, böyük investisiyalar gəldiyini görmürük. Yəni o statistikalar yoxdur. Yenə deyirəm, regionda indi sabitlik yaransa, Azərbaycanda qanunvericilik də buna uyğun təkmilləşsə, ola bilsin ki, olacaq. Digər bir ölkə Ermənistandır. Ermənistan həm İranla, həm Rusiya ilə çox ciddi iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı olubdur və bugün də İranla davam edir. Əslində İranla Ermənistan arasında bir problem yoxdur. Əgər İranda sülh prosesi davamlı olsa, qalıcı olsa, bundan Ermənistan yararlanacaq. Ermənistanın həm enerji sahəsindəki əməkdaşlığı, eyni zamanda İran bilirsiniz ki, indi müasir o texnologiyalarla bağlı da, xüsusilə mikroçiplər, eyni zamanda süni intellekt sahəsində həm Birləşmiş Ştatlardan, həm Rusiyadan, həm Avropa ölkələrindən Ermənistana müəyyən qədər maraq var. Ora bir axım var. Orada müəyyən bir beyin kontingenti formalaşır. Sabah bu şirkətlər qalıcı gəlirlər əldə edəndən sonra regionda təsirlərini artıracaq. Yəni o baxımdan İranın müharibədən çıxması və İranın Birləşmiş Ştatlarla sülh əldə etməsi regionda ən çox Ermənistan işinə yarayacaq. Ermənistan üçün bu əlverişli bir nəticə doğuracaq. Eyni zamanda Gürcüstanın özü də indi nəzərə almaq lazımdır ki, regional layihələrin tərkib hissəsidir. Regionda əgər böyük hərbi siyasi gərginlik olanda mütləq ona da təsir göstərir, mənfi təsir göstərir. Amma ümumən Orta Asiyada, Avropa İttifaqına da müəyyən pozitiv təsirlər olacaq. Yəni hər biri bu prosesdə iştirak edəcəklər. Çünki indi İranın önündə ən azı neft satışı ilə bağlı qadağa qaldırılacaqsa, bu ona gətirib çıxaracaqdır ki, burada həqiqətən də Körfəz vasitəsilə də, həm də İranın özü də məsələn, xeyli dərəcədə gəlir əldə edəcək və iqtisadi əməkdaşlıq da genişlənəcək. Rusiya Çinə təsiri necə olacaq? Prinsip etibarilə Rusiyada indi Xəzər regionunda, yaxud elə onun isti dənizlərə çıxış üçün, Hind okeanına çıxış üçün əsas bir marşrut olaraq gördüyü İran ərazisində stabil vəziyyətin olmasında maraqlıdır. O da onun üçün yəni əlavə bir üstünlük yaradır. Amma mümkün qədər çalışacaqdır ki, Birləşmiş Ştatların İranda təsiri çox da artmasın. Eyni vəziyyət Çinə də aiddir. Çin özü də faktiki olaraq bilirsiniz ki, o mümkün qədər regionda ən çox neft aldığı ölkə İran idi də. Yəni bu mümkün qədər İrana qarşı o sanksiyalar ortadan qaldırılsa, o zaman Çin daha rahat və daha ucuz neft əldə edəcək və bu Çin iqtisadiyyatı üçün də əlavə imkanlar yaradır. Bu baxımdan yəni belə bir sülh sazişi, hətta mən bunu müvəqqəti, eyni zamanda bir mövsümü xarakterli olduğu qənaətini ifadə etməyimə baxmayaraq, ən azı bu mərhələ üçün düşünürəm ki, müsbət bir nəticədir. Demək də
Bəli, siz qeyd elədiniz, ümumiyyətlə bu müharibənin hazırki mərhələsini və bundan sonraki mərhələdə də ümumiyyətlə müharibə ehtimalını da qeyd elədiniz. Mən diqqətimi çəkən əsas məqamlardan yer gəlmişkən biz bunu zamanında çox müzakirə eləmişik və xüsusən elə sizlə bu məsələni müzakirə eləmişik. Və əsas nədir? Məsələn, İran parlamentinin sədri Qalibafın bir bəyanatı oldu və o bildirdi ki, ümumiyyətlə bloklar yaranmalıdır. Və söhbət yəni yəqin ki, hərbi bloklardan gedir. Onsuz da yəni bloklar yaranmalıdır və biz o açıq şəkildə qeyd elədik ki, biz Çinlə olan bütün bloklarda, İranla Çin bir bloklarda olacaq və bu yöndə fikirlər səsləndirdi. Siz necə fikirləşirsiniz? Yəni bu bloklaşma məsələsi, yəni blokların yaradılması, bu dünyada yenidən onsuz da ehtimal olunan, siz də bunu dəfələrlə demişsiniz, yəni bir çox yerlərdə də əslində deyilir, qərb mətbuatında da hər yerdə deyilir ki, böyük bir müharibə ehtimalı var. Yəni bu bloklaşma nə ilə nəticələnə bilər və bu bloklaşmada misal üçün Azərbaycanın yeri nə ola bilər? Yəni bax bunlar çox maraqlıdır. Deməli, əvvəl onu qeyd edeyim ki, Çin bilirsiniz hərbi bloklara qoşulmur. Hə. Çin müəyyən dövlətlərlə hərbi strateji tərəfdaşlıq sazişləri imzalayıbdır, amma heç birində, məsələn, NATO'nun 4-cü, 5-ci maddələrində olan kimi bir öhdəliyi yoxdur ki, sənə hücum olsa, mən də orada müdafiə edəcəm. Məsələn, Rusiyanın belə öhdəlikləri var. Bu kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında var. Düzdür, yerinə yetirilmədi. Kağız üzərində qaldı. Yeri gəlmişkən NATO'nunkunda da kağız üzərində qaldı. Yəni bir çox məsələlər. Amma Çin ümumiyyətlə belə faktiki olaraq heç üzərinə belə bir öhdəlik götürmür ki, mən kiminsə hansısa hərbi münaqişəsində tərəf olacağam, yanında olacağam. Amma İranla 25 illik bilirsiniz ki, onların bir hərbi strateji sazişi var, planları var. Və onlar birlikdə, məsələn, həm Hind okeanında, İranın ərazi sularında birlikdə Rusiya, Çin və İran hərbi təlimlər keçir, dəniz təlimləri keçir. Xatırlayırsınızsa, elə bu müharibədən öncə də keçirdi həmin təlimlər. Yəni, ümumən götürsək, müasir hərbi silahlarla İranın təchiz edilməsi ilə bağlı, əslində onu satır. İndi belə baxanda onlara bu silahları satır. Və bunlar öz əksini tapıb orada. Yəni, əməkdaşlıq, hərbi blok səviyyəsinə gəlməsi bugün üçün Çinin marağındadırmı? Mən elə gəlir ki, bax, yaxın dövr üçündə, indi biz onda amma nəzərə almaq lazımdır ki, proseslər indi o qədər sürətlə inkişaf edir ki, biz xatırlayırsınız, hər dəfə danışanda buna vurğu salmağa çalışırıq ki, bu fikir insanlarımızda da möhkəmlənsin ki, indi nə çox qalıcı dostlar, müttəfiqlər var, nə qalıcı belə deyək də, rəqiblər və düşmənlər var. Yəni, bunlar tez-tez dəyişə bilir. O, geosiyasi şərtlərə bağlıdır. Ona görə bir mənalı şəkildə, məsələn, demək ki, filan kəslər hərbi bloka çevrilib bir-birinin yanında olacaqlar, o real deyil. Bugün ittifaqda olan sabahları bir-birinə qarşı da ola bilir. Bu, NATO-ya da aiddir, bu digərlərinə də aiddir. Yəni, proses hələ o mərhələdədir ki, qeyri-müəyyənlik var. Bu qeyri-müəyyənlik tam aydınlaşana qədər məsələ bu cür davam edəcək. Amma ümumən götürsək, belə deyək də, Çin İranın Birləşmiş Ştatlara tam məğlub olmasını həzm edə bilməz. Buna imkan verməz. Mümkün qədər İranın Birləşmiş Ştatların qarşısında dayanmasına dəstək verəcək. Amma dediyim səviyyədə verəcəkdir. Yəni, o daha gəlib orada hərbi baxımdan toqquşmayacaq. Heç əslində İranın indi əskərə də ehtiyacı yoxdur. Sabah hansısa bir forma olsa, İran özü milyonlarla əskər çıxartmaq gücündə olan bir dövlətdir. Ərazisi də kifayət qədər bu baxımdan müharibə aparmaq üçün şərait var. Yəni, öz müdafiə olunması üçün daha doğrusu şərait var. Yəni, bu baxımdan açıq deyək ki, Qalibafın o bəyanatı bir qədər daxili auditoriyaya yönəlik və bir qədər cəmiyyəti rahatlatmaq istiqamətindəki fəaliyyətdir və ola bilsin ki, həm də
o mesajla müəyyən qədər o Rusiyaya da müəyyən mesaj ötürür. Bəlkə digər qonşulara da bu mesajları ötürür. Çünki Çinlə bunun bütün ətrafında olan qonşular hamısı dostdur. İstər Pakistan olsun, istər Səudiyyə Ərəbistan olsun. Məsələn, onun əsas düşmənlərindən biri İranın Səudiyyə Ərəbistanı idi. Onun Çinlə çox yaxşı əlaqələri var. Hətta onları barışdırmışdı, xatırlayırsınızsa. Bəli. Bir masa arxasına gətirmişdi. Rusiya da Çinlə yenə dostdur, qardaşdır. Bu tərəfdə Azərbaycan Çinlə strateji müttəfiqdir. Yəni ətrafında Türkiyə özü Çinlə münasibətləri normaldır. Yəni onun ən azı Şanxay Əməkdaşlıq Təşkilatı və sair istiqamətdəki tədbirlərinə qatılır, mümkün qədər o sahədə bir əməkdaşlıq meylləri var. Yəni ümumən belə qənaəti bu formada ifadə edərdik ki, İran həqiqətən Çinlə yaxın olduğunu göstərməklə əslində müharibə ritorikasını arxa plana atır. Yəni bu, çünki Çin müharibə ritorikasını qəbul etmir. O daha çox ticarət, iqtisadi əlaqələr dövlətlərə maliyyə ilə girir də, yəni silahla girmir. Və xeyli dərəcədə uğur qazanıbdır. Və mənə elə gəlir ki, bunun arxasında da, yəni İran diplomatiyasında da bu amil bəlkə də özünü göstərir ki, daha çox anlayır ki, hərbi baxımdan indi regionda yenidən güclənib ki, məsələn, təhdid doğuracaq bir dövlətə çevrilmək çətin olacaq. Heç buna ehtiyac da yox. Çünki burada artıq fərqli bir siyasətə ehtiyac yaranacaq. O baxımdan, yəni Çinlə hərbi ittifaqı ona görə səsləndirir ki, yəni Çin içəri bu ittifaqa getməyəcək. Və son dönəmlər biz məsələn heç bir müharibələrə həm də qoşulmayan, amma ortalıqda olduğunu sübut etməyə çalışan bir Avropa İttifaqı görürdük. Və Avropa İttifaqı misal üçün Amerikanın bir o qədər elədiyi təhdidlər, Trumpın şantajı hətta təhqir eləyirdi Avropa liderlərini ki, gəlin bu müharibəyə qoşulun, getmədilər. Eğer paralel olarak Ukrayna müharibəsində də sadəcə olaraq pul verirlər və yaxud da hansısa bir şeydə onu da elə bir formada verirlər ki, Ukraynanın özünə belə güc bala ilə çatır. Amma Avropa İttifaqının son vaxtlar biz fəallaşdığının şahidi olur. Biz bunu Ermənistan seçkilərində gördük. Biz bunu elə məsələn memorandum imzalamamışdan qabaq Fransa çıxdı, bəyanat verdi ki, İranın balistik raket proqramı da müqabiliyə salınmalıdır. Yəni onu heç kim eşitmədi əslində qalsa. Yəni çünki balistik raket proqramının nə aidiyyəti var, yəni bu məsələyə. Yəni hər dövlət öz təhlükəsizliyini qorumalı. Şəxsən mən belə baxıram. Hə, nüvə silahı ilə bağlı münasibət başqa ola bilər, amma balistik silah raketlə bağlı, yəni hər kəsin özünü qorumaq, özünü təhlükəsizliyini təmin etmək bir hüququ var. İkinci məsələ Avropa İttifaqı qeyd eləyir ki, məsəl üçün onlar Amerika sanksiyaları götürsə də onlar heç bir sanksiyanı götürməyəcəklər, hansısa belə bu formada. Ümumiyyətlə Avropa ölkələrinin bəzilərində var belə bir fikir formalaşıb ki, Amerika bunları, məsəl üçün Almaniya müxalifətinin mən bu günləri arada da müxalifət çox aktivləşməyə başlayıb və Almaniya müxalifəti açıq-açıq qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi də Avropadan və xüsusilə Almaniyadan aldı. İran ətrafında baş verənlər də Almaniyadan aldı və Almaniyanın əslində Avropa İttifaqını çətin vəziyyətə saldı. Avropa İttifaqının bu aktivliyi, yerləmişən Fransanın Kipr Yunanı ilə, Yunanistanı ilə bir müqaviləsi oldu, hərbi yönlü söhbət müqavilədən gedir. Yəni bütün biz bunlara baxdığında Avropa İttifaqının ümumiyyətlə bu qədər aktivləşməsi nə ilə nəticələnə bilər? Xüsusən Ermənistandakı aktivləşmə nə ilə nəticələnə bilər? Çünki iddialar var ki, misal üçün Rusiya Baltikanı ölkələrə hücum eləyə bilər. Almaniya qeyd elədi ki, biz Kaliningradı, Piteri vura bilərik. Yəni müxtəlif artıq, amma Avropa İttifaqının bir aktivləşdiyinin şahidi oluruq. Sizcə bu aktivlik nə ilə nəticələnə bilər və bu yenidən müharibə dalğasını daha da və yaxud da ki, müharibə dalğasını daha da tətikləyə bilərmi, yoxsa bu proseslərin sonunu necə görürsünüz? Səxavət bəy, son bir 6-7 ildir, bəlkə biraz da çoxdur ki, Avropa İttifaqı beynəlxalq siyasətdə özünün təsir gücünü xeyli itirmişdir. Amma nəzərə almaq lazımdır ki, qlobal siyasi münasibətlər sisteminə, hərbi münasibətlər sisteminə, iqtisadi münasibətlər sisteminə təsir göstərən əgər dövlətləri sadalasaq, Birləşmiş Ştatlar, Çin, Rusiya, bunlardan biri də
ve halledici yerde dayanan qüvvələrdən biri də Avropa İttifaqıdır. Təbii. İqtisadi baxımdan kifayət qədər qüdrətli olan və belə deyək də onlar siyasi sabitliyə tam nail olmuş və hərbi təhlükəsizlik baxımından isə indi Birləşmiş Ştatlarla bir yerdədir, amma ayrılacağı təqdirdə müəyyən bir müddət sonra əllərindəki vəsaitlə, yəni çox güclü maliyyə imkanları ilə bu problemi həll edə bilərlər. Çünki indi müasir müharibələr, bundan sonraki müasir müharibələr texnologiyanın gücü ilə olacaq. Yəni orada insan faktoru düzdür. Həmişə təsirini saxlayacaq. Amma texnologiyada kim daha çox irəli gedəcəksə, bu süni intellektin gücün hərb sənayesinə tətbiq edə biləcəksə, onlar daha çox dünyada belə deyək öz mövqelərini qoruyub saxlaya biləcək, təhlükəsizliyini təmin edə biləcək. Və Avropanın belə bir imkanı var. Bunu hər kəs etiraf edə bilər ki, doğrudan da o bölgədə maliyyə var, texnologiya var, elm var, münasibətlər sistemi qalıcı və ümumiyyətlə artıq oturubdur. Xeyli müddətdir bunlar vahid bir məkan kimi bir-birinin necə deyək maraqlarına qarışıblar da. Yəni bu artıq toqquşan yox, uzlaşan maraqlar var Avropa İttifaqında. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi Avropanı müəyyən qədər sirkəliyib özünə gətirdi. Xüsusilə Trumpın müəyyən hədələri ki oldu ki, NATO'dan çıxacağım, siz heç nəyə nail ola bilməzsiniz, Rusiyanın qarşısında çox zəifsiniz falan. Və bu istər-istəməz Avropada əsas köklü dövlətlər həm Britaniyada, həm Almaniyada, həm də Fransada müəyyən qədər bir silkələnib özünə dönmə yaratdı. İndi bu prosesin ilk mərhələsidir, amma hər halda mən düşünürəm ki, Avropa əgər bu tendensiyanı davamlı olaraq saxlasalar, onlar çox ciddi bir faktora çevriləcəklər. Çünki cəlbedici bazar. Avropa ən cəlbedici bazar. Hər kəs istəyir ki, onunla yaxın olsun. Məsələn, doğrudan da ağlı başında olan cəmiyyətlərin hamısı avrointeqrasiya istiqamətinə meyl edir. Təbii. Bunun təbii səbəbi var da. Çünki doğrudan da siyasi mədəniyyət, iqtisadi rifah, üstün hüquqlar, təhlükəsizlik, sabitlik, bunlar coğrafiyada var. Avropa İttifaqını indiyə qədər məsələn Cənubi Qafqaza yönəlik, Rusiyaya yönəlik, eyni zamanda Türkistan coğrafiyasına, Mərkəzi Asiya ölkələrinə yönəlik siyasəti Birləşmiş Ştatlarla sinxron siyasəti idi. Yəni onlar Cənubi Qafqaza bütöv baxırdı. Ayrıca bir dövlətlə ayrıca bir əlaqələrin qurulması mexanizmləri yox idi. Amma indi Azərbaycan Ermənistana qalib gəldikdən sonra bölgədə yeni bir geosiyasi düzen yaranmaqdadır. Məsələn, Azərbaycan daha çox özünün hərbi, siyasi, təhlükəsizlik ittifaqını kiminlə qurur? Türkiyə ilə, Pakistanla, müəyyən qədər, məsələn, İsraildən dəstək alır bu istiqamətdə. Gürcüstan kimlə qurur? Gürcüstan mümkün qədər çalışır ki, Avropa Rusiya qarşı durmasını ölkənin daxilinə gətirməsin. Mümkün qədər qonşularla münasibətləri stabil saxlasın, sabit saxlasın və mümkün qədər, necə deyək, NATO'ya çox yaxın durmasın ki, Rusiya qıcıqlansın, nə Rusiyaya çox yaxın əlaqələr qurmasın ki, NATO qərb bundan qıcıqlansın. Hər kəs Gürcüstanın vəziyyətini anlasın. Ermənistanın strategiyası budur ki, Ermənistan Rusiyadan uzaqlaşma xətti götürür. Xüsusilə son seçkilər ona mandat verib, bununla bağlı cəmiyyətdən Nikol Paşinyan apardığı təbliğatın sonucu bu mandatı alıbdır və Rusiyadan uzaqlaşma siyasi xəttini aparır. İqtisadi asıllıqlar var, əlbəttə var, geosiyasi təsirlər var. Amma bunu neytrallaşdırmaq mümkün ola bilərmi? Məncə ola bilər. Yenə deyirəm, burada əsas faktor Birləşmiş Ştatlarla da yaxşı münasibətdir. Avropa İttifaqı, xüsusilə burada Fransanın timsalında Ermənistan özünə ciddi bir müttəfiq əldə edir.
İndi belə deyək, Ermənistan eyni zamanda Türkiye ve Azerbaycan'ı da gıcıklandıracak adımlardan yayınacaq. Evet. Yayınır ve yayınacaq. Çünkü ona Rusya təsirini neytrallaşdırmaq üçün mütləq Türkiyənin və Azərbaycanın loyal münasibəti yaxud müsbət münasibəti lazımdır. Və Paşinyan da bunu mümkün qədər çalışır həyata keçirsin və o siyasətində də ardıcıldır. Bu da görünür. Ama dediğim gibi strateji olarak da çalışır ki Fransa bu bölgede aktif olsun. Hem teknoloji bakımından hem hərbi baxımdan, həm iqtisadi baxımdan. Bir də Səxavət bəy, siz elə məsələni səsləndirdiniz, əslində bundan əvvəlki suallarda da var idi. Müasir müharibələrin səbəblərini dəqiq təhlil edəndə, məsələn, 4 komponent üzrə çox aydın görünən bir mənzərə var. Müasir müharibələrin səbəblərində birinci amil geopolitik, yəni coğrafiya amilləridir. İkinci amil, resurslara çıxış, nəzarət, əldə etmə və onlara nəzarət resursları. Burada boğazlara nəzarətdən tutmuş, burada qiymətli metallara, əlvan metallara çıxışa qədər, onlara sahib olma qədər böyük bir siyasət var. Yəni, dünyadakı o hazırki gərginliklərin, müharibələrin səbəblərindən biri budur. Üçüncüsü təhlükəsizlik amilləri. Evet. Mesela Rusya-Ukrayna müharibəsində əsasən ən çox qabarıq diqqət çəkən amil təhlükəsizlik amiliydi və Rusiya Ukraynanı öz maraqları üçün təhlükə sayırdı ki, NATO sərhədimə yaxınlaşacaq və s. Düzdür, əksinə bu müharibə NATO'nu biraz daha yaxınlaşdırdı ora. Amma hər halda səbəblər içərisindədir. Nəhayət bir də ideoloji qayğılardan doğan, ideoloji ziddiyyətlərdən doğan məsələlər müharibələrə gətirir, çıxarır. Bax, bu 4 faktor üzrə, 4 amil üzrə, parametr üzrə istər Avropa İttifaqı, istər Çin, Rusiya, istər Türkiyə, Orta Şərq, Birləşmiş Ştatlar, İran, Pakistan, yəni regionun hər bir tərəfində bu amilləri əgər biz götürüb dəqiq məsələn təsnifatlaşdıranda müharibə riskləri var. Mən ona göre bak siz de bunu vurgu salırsınız. Ben de görürüm her defa deyirsiniz. Hərbi ekspert kimi de, hərbi jurnalist kimi de meseleleri derinden araştırırsınız, izleyirsiniz. Həqiqətən bu gerçəkdir. Global müharibə risklerini doğuran bu 4 parametr üzrə amiller gittikçe daha da artır. Daha da artır. Ona göre mənə elə gəlir ki, Avropa İttifaqının da bizim regionda hələ gələcəkdə daha böyük təsir uğrunda mübarizəsi arta bilər. O da istisna deyil. Və biz o məsələlərin hər birinə hazır olmaq. Və elə sonuncu bunu soruşum, yekunlaşdıraq. Hazırıq mı? Çox konkret və çox yerində olan sualdır. Əslində hazırlıq üçün yenə bir neçə parametr lazım. Bunun biri siyasi hazırlıqdır. Biri iqtisadi hazırlıqdır. Biri cəmiyyətdə bir humanitar hazırlıqdır. Ben bu humanitar hazırlığın içərisinə elmi texnologiyanı da daxil edirəm. Biz indi ilkin olaraq belə deyək də siyasi baxımdan möhkəm bir daxili idarə etməni stabil saxlayan idarə etmə qrup Azərbaycan hökuməti. Siyasi baxımdan ölkə daxilində hər hansısa bunun üçün narahatlıq doğuran amil yoxdur. Amma bu nə dərəcədə beynəlxalq güclər tərəfindən qəbul edilən bir siyasi sabitlik mexanizmidir. Dünyanın qəbul etdiyi istər BMT-nin, istər Avropa İttifaqının, istər Avropa xartiyalarının, onların hamısının bəyannaməsində əsas vurğu düşür insan hüquqları, demokratiya, azadlıqlar üzərində qurulan sistemlər, sabit sistemlər sayılır. Azərbaycanda indi insan hüquqları ilə bağlı da problemlər. Demokratiya ilə bağlı da problemlər.
İqtisadi rifah azadlıqlarla bağlı da problemlər, yəni təhlükəsizlik problemləri də var. Və belə bir vəziyyətdə, yəni siyasi baxımdan dediyim kimi, ilk baxışda belə görünür ki, çox möhkəm cəmiyyətə nəzarət edən bir sistem var. İlk baxışdan elə görünür. Amma bu, bilirsiniz, bu beynəlxalq standartlarla əgər götürüb bunu tədqiq etsək, yəni o davamlılıq, qalıcılıq, möhkəmlik baxımından xarici təsirlərə qarşı çox kövrəkdir. Böyük xarici təsir olarsa, bu kövrəkdir, bu dağıdıcı bir nəticə doğura bilər. Yəni cəmiyyətdə iştirakçılıq çox önəmlidir. Vətəndaş dövlət həyatında iştirak etməlidir. Hansı baxımdan? İctimai baxımdan və siyasi baxımdan. Bunun önünü açmalısan ki, cəmiyyətdə böyük bir enerji dövləti qorusun bu mexanizmi. Məsələn, Ermənistan cəmiyyətinə bax. Ermənistan cəmiyyəti bir adamın üzərində deyil. Bir adamın taleyinə bağlı deyil. Və sabit də deyil. Bax, həmin o qeyri-sabitlik var. Əslində Ermənistan cəmiyyətini qoruyan faktordur. Görürsünüz, bax, ən azı Ermənistanda hakimiyyətin mənbəyi olan, indi son seçkilər göstərdi ki, 1 milyon yarım təxminən əhali var. Yəni, bunlar seçkidə iştirak etdilər. Yəni, bunlar özlərinin hakimiyyətin mənbəyi sayır. Yəni, o prosesdə iştirakçıdır. Bax, bu çox önəmli faktordur. Sən sabah ora hər hansısa bir təhsil edəndə biri var sənin qarşında bir adam, bir hakimiyyət dayanır. Biri var bütöv cəmiyyət dayanır. O resurs dayanır, o resurs hərəkətə gəlir, o enerji hərəkətə gəlir. O baxımdan əlbəttə Azərbaycanda daha doğrusu belə deyək də, siyasi və ictimai iştirakçılığın önü açılmalıdır ki, Azərbaycan dövləti güclənsin. Vətəndaş dövlət həyatında iştirak etsin. İqtisadi baxımdan da, siyasi baxımdan da, sosial baxımdan da bütün sahələrdə iştirakın önü genişlənməlidir. Yəni, vətəndaş bu prosesdə aktiv olmalıdır. İndi amma açıq deyək, cərimələrlə, qadağalarla, qorxularla vətəndaşı sanki elə bir ki, meydandan çıxardıqlar kənara ki, meydan tam boş qalsın. Bu, belə ilk baxışda dediyim kimi, normal görünür ki, bomboşdur da, burada heç problem yoxdur ki. Amma bu ilk baxışda belədir. Bütün sosial nəzəriyyələr, siyasi nəzəriyyələr deyir ki, bu əslində bir barıq çərlədir. Bu partlamaya hazır bir bombadır. O baxımdan açığı bizim hazırlıq məsələsində, siyasi hazırlıq məsələsini qənaətbəxş saymıram. Hər bu baxımdan Azərbaycanın ən azı regiondakı münasibətlər sistemində aktiv olması üçün bir öz təhlükəsizliyini qoruması üçün ordusu var. Yəni hər bu baxımdan bu barədə biz bəlkə rəqiblərlə yaxud maraqlı tərəflərlə çox da zəif deyilik, əksinə bəlkə güclüyük bir çox amillərdə. İqtisadi baxımdan Azərbaycan iqtisadiyyatı rəsmi statistikalar onu göstərir ki, artıq böyüyən iqtisadiyyat deyil. Yəni bu dayanıbdır, ən azı böyümə dayanıbdır. Bizim ətrafımızda qonşularımız olan dövlətlərdə əsas Cənubi Qafqaz ölkələrində iqtisadi artım 5, 6, 7% qədər bunlar artımlar var. Azərbaycanda isə bu sıfırdır bu göstərici. Əlbəttə, mənə elə gəlir ki, bunun doğuran amillər ətrafında, gerçək səbəblər ətrafında cəmiyyət, iqtisadçılar, dövlət qurumları müzakirə aparmalıdır, bir çıxış yolu tapmalıdır. Biz ən azı rəsmi statistikanı bir tərəfə qoyaq. Biz əhalinin çoxluğunun nə vəziyyətdə olduğunu bilirik. Real olaraq xalqımızın böyük çoxluğunun çox da firavan yaşamadığını, yəni həyat şəraitinin çox da yüksək olmadığını görürük. Bunlar bizim gələcəkdə, məsələn, həmin o münasibətlər sistemində hazırlığımızda ciddi faktorlardan da biridir. İndi müttəfiqlərimiz var, bölgədə ola bilsin ki, hərbi baxımdan bəlkə nəyinsə o təhlükələr real deyil, amma dediyim başqa amillər var ki, hərb vəziyyəti olmasa, sülh və əməkdaşlıq şəraiti olsa, o zaman qonşularımız
bizim üçün sürprizlər hazırlayacaqlar. Bizim ona hazırlığımız yenə bir üzərinə vurgu salıram, vətəndaşlarımızın hüquqlarının qorunması, dövlət ona təminat verməlidir, dövlət vətəndaşların arxasında dayanmalıdır və onlara iştirakçılıq üçün meydan açmalıdır. Ki, o iştirak eləsinlər, fürsətlər yaratsınlar. Bizim əhalimiz həqiqətən qabiliyyətli insanlardır. Biz gedirik ki, Rusiyanın ən ağır şərtlərində bazarlarda pul qazana bilirik. Məsələn, indi hətta Özbəkistan bazarı xeyli liberallaşıbdır deyə Azərbaycanlıların çoxu orada gedir, yaxşı iş qura bilir. Gürcüstanda bizim iş adamlarımız gedib orada iş qura bilirlər. Türkiyədə qururlar, Avropanın özündə qururlar. Nədənsə Azərbaycanda bax bu əl-qolu bağlı saxlanılır. Azərbaycan çox geniş bir gəlirlər əldə edə bilər. Vətəndaşlar özü bir-birini saxlayar. Yəni dövlətə yük düşməz. İndi baxaq görək ki, bu növbəti etapda dövlət bunu hansı formada həyata keçirəcək. Doğru. Təşəkkür edirəm Nəsim bəy, vaxtlarınız üçün və suallara geniş əhatəli cavab verdiyiniz üçün minnətdaram sizə. Mən də sizə və bizim izləyicilərə təşəkkür edirəm. Sağ olun. Mən də izləyicilərə təşəkkür edirəm ki, vaxtlarında baxdılar. Sağ olun.